Deməli, bizim bugünkü dərsimiz pul vəsaitlər və təhdil hesab məbləğlərin uçurutu haqqında olacaqdır. Biz bundan əvvəlki mövzuda ehtiyatlar haqqında məlumat verdik. Həmçinin ehtiyatlar maddənin hesablanması haqqında məlumat verdik. Hansı ki, həm ehtiyatlar, həm də pul vəsaitləri qısa müddətli aktivlərə daxil edir. Yəni, qısa müddətli aktivlərin ilk başında, yəni 200 ilə 210 arası hansı hesablar gəlirdi? Ehtiyat hesablar gəlirdi. 204 olsun, 205 olsun, 201 olsun, 202 nömrəli hesablar olsun. Ondan sonra da məsəl üçün 210-dan məsəl üçün 220 arası isə bu debitor borclarla bağlı olan hesablar gəlirdi. Bugün isə həm pul vəsaitləri hesabı haqqında, həm də təhdil hesab məbləğlər haqqında dərsimiz olacaq. Görək pul vəsait hesabların alt hesablar hansılardır? Bu bölmənin alt hesabları hansılardır? Birinci kassa hesabıdır. Biz bunu dərsdən də bilirik ki, kassa hesabıdır. Yəni 221 nömrəli hesabdır və biz buna da uyğun olaraq sub hesablar, alt hesablar aça bilərik. Burada 221-dən sonra 223 izah eləyək. 223 nömrəli hesab bank hesablaşma hesabıdır, bank hesabıdır. Buna cari hesabda deyirlər, yəni cari hesabda deyirlər və yaxud hesablaşma hesabı da deyirlər, bank hesablaşma hesabı da deyirlər. Bəzi müqavilələrdə drop görə bilərsiniz, bil ki, o hesablaşma hesabı deməkdir. 223 nömrəli hesabdır. Ümumiyyətlə, bu bank hesablaşma hesabı dediyimiz cari hesab vasitəsindən, həm də kassa hesabı vasitəsindən müəssisə öz cari gündəlik əməliyyatdan icra edilir. Xərc əməliyyatı olsun, gəlir əməliyyatı olsun, bütün hamısı bunun üzərində icra olunur. Burada 222 nömrə hesab var, yolda olan pul köçürmə hesabı isə nə üçündür? Tutaq ki, pul köçürülə bilər, ancaq post vasitəsindən, ancaq müəssisə onu gedib götürməyə bilər. Elə bu olur 222 nömrəli hesabda ilk anda. Sonra da təbii ki 222 nömrəli hesabda sonra 222 nömrəli hesaba əks yazılış verməklə, yəni kredit yazılışı verməklə və kassa və bank hesabına debit yazılışı verməklə onu müxabiləşməsini ora verib götürə bilir. Yəni götürsə də belə müxabiləşməni verməlidir, ya 223-ə daxil olsun, ya 221-ə. Bir də var 224 nömrəli hesabımız, tələblərə əsasən açılan digər bank hesabları adıdır. Bu nə ilə bağlıdır? Bu sırf vergi ilə bağlıdır, 224 nömrəli hesabdır. Məsəl üçün, buna nə aid ola bilər? Buna ƏDV depozit hesabı aid ola bilər. Sadəcə bu sırf vergi ilə bağlı dərs olduğuna görə biz burada onun üzərinə hələ ki getməyəcəyik. Növbəti dərslər davam elədikcə buna toxunacaq. Pul vəsaitinin ekvivalentlər hesabısı ola bilər ki, məsələn, pul vəsaitinin ekvivalentləri nələr aid ola bilər? Elə qiymətli kağızlar aid ola bilər, dövlət qiymətli kağızlar aid ola bilər, qızıl ola bilər və başqa dəyərli bir şeylər ola bilər. Qısaca bu hesab nömrələrini yəni biz məsələ həlli zamanında gördük, ona görə çox üzərində durmuruq. Bilək ki, həm kassaya, həm də banka, həm xidmət ödənişi, mal üçün ödəniş, həm mal üçün alış olsun, xidmət üçün alış olsun, həm dividend ödənişi olsun, həm və yaxud həm bankdan olsun, həm kassadan olsun, hamısı 223-lə və 221 vasitəsilə həyata keçirilir. Sadəcə 223-lə icra eləyəndə biz ona təbii ki, onu irəliləyən dərslərdə onu keçəcəyik, çalışacağım keçim. 221 nömrəli hesabla onun rəsmi güzarlıq sənədi başqa bir sənəddir. Biz onu kassa sənədləri deyirik. Bank hesabının üçün icra eləyəndə isə, yəni elektron sistemini icra eləyirik, ödəniş tapşırıqdır. Yəni ödəniş tapşırığı vasitəsilə icra edilir. Görək təhdil hesab məbləğləri nədir? Biz bunu hesablar planında da baxsaq, bu 224 saylı hesab var. Görək bu 244 nömrəli hesab var. Görək bu 244 nömrəli hesab nə ilə məşğuldur? Bu nə üçün lazım? Bu müəssisə üçün xüsusi bir hesabdır. Bunun tərifi bu cür verilir ki, müəssisənin öz işçilərinə. Yəni bu hesab sırf işçilərlə bağlı olan bir hesabdır. Bu biraz 240 nömrəli hesab. Deyək ki, müəssisə öz işçilərini inzibat təsərrüfat, əməliyyat, ezamiyə üçün
təhdid hesab şəxsə verilən vəsaitlər üzrə hesablaşmalar 244 nömrəli hesabda həyata keçirilir. Yəni burada verən tərəf rəhbərdir, alan tərəf də işçidir. Yəni mahiyyət etibarən təhdid hesab məbləği özü bir avans hesabıdır. Yəni işçilərə avans verilir ki, müəssisənin geçsin əvəzini ödəniş eləsin, ofislə vəzimatı alsın və yaxud işçi ezamiyyətə gedirsə xarica, ona öncədən bir avans məbləğ verir ki, öz xərclərini qarşılasın. Yəni, bununla bağlı verilən bir məbləğdir. Bunu, yəni, nədə ifadə edirlər? Təhdid hesabda qeyd edirlər. Yəni, qısacası bu hesab müəssisə ilə işçi arasında olan hesablaşma avans münasibətlərini tənzimləyir. Təh sözü altında deməkdir ərəbcə və hesabda söz isə, yəni hesab sözündəndir. Yəni hesabat yükümlülüyü olan, hesabat vermə məsuliyyəti olan, bu məsuliyyət öz üzərinə götürən şəxs mənasını verir. Bununla bağlı bəzən təhdid hesab məbləğ bəlkə müəssisədən götürülübdür, kassadan və ya baxın, istifadə edilmədi. Qanuna görə 5 gün ərzində istifadə edilmədikdə o müəssisəyə geri qaytarılmalıdır. Bununla bağlı hansı sənədlər istifadə edilir adətən, yəni rəsmiyyətdə? Ərizə olur adətən. Ərizə olur ki, işçi tərəfindən bir rəsmi xarakterli bir ərizə olur ki, kərgüzarlıq sənədləri yerində olsun. İkinci vəsaitin verilməsi üçün əmr olan, yəni bunun adətən direktor imzalayır ki, həqiqətən filan kəsə, yəni filan məbləğ verilsin. Əgər kassadan verilirsə, məxaric qəbzi yazılır bununla bağlı, kassa məxaric qəbzi yazılır. Yox, əgər kassadan yox, bankdan verilirsə, bu zamanda ödəniş tapşırığı vasitəsilə icra edilir. Və sonda da aparıb işçi onu ödənişi başqa bir şəxsi ödəyəndən sonra sənədləri ilə birlikdə gətirib müəssisə rəhbərliyinə təqdim edir. Qısacası təhdid hesab məbləğ nə üçün lazımdır? Tutaq ki, rəhbər kommunal ödəniş eləməlidir. Ancaq özü eləmir. Və məsələn, milyonlar manatdan kommunal ödəniş eləməlidir. Özü eləmir. Yəni, işçiyə verir ki, məsələn, 100 manat sən ged ödə. Onun çekini də gətir mənə. Mən də qoyum, məsələn, tikim kassa sənədlərinə və ya özümdə saxlayım, arxada saxlayım. Deməli, nə oldu? Burada xidmət satanla xidmət alan arasında bir dənə şəxs götürülür, o da işçi olur, ona deyilər təhdid hesab şəxs. Vasitəçidir. Bu təhdid hesab şəxsə verilən məbləğə isə deyirlər təhdid hesab məbləğ. Yenə təbii ki, bunu həm kassa, həm də bank hesabından icra etdiyimizə görə bu zaman biz onu kassadan da və bankdan da icra eləsək, neyinizik? Bu zaman pul vəsaitlərin kreditinə yazacaq və təhdid hesab məbləğin debetini yazacaq. Yəni təhdid hesab məbləğin özü bir aktiv bir hesabdır. Aktiv hesabdır. Yəni, necə ki, o da debet artıb, kredit azalan bir hesabdır. Necə ki, biz pul vəsaitini verib avadanlıq alanda bu bizim aktivimiz hesab edildiyi kimi, pul vəsaitini verib mal alanda bu bizim aktivimiz hesab edildiyi kimi, biz və yaxud başqa müəssisəyə borc verəndə də bu verilmiş borc hesabı bizim aktivimiz hesab edildiyi kimi, biz də təhdid hesab şəxsə müəssisənin müəyyən əməliyyatdan icra eləmək üçün əvvəlcədən verdiyimiz məbləğə də təhdid hesab məbləğ deyirik və bu avans xarakterlidir. Avans xarakterli olduğuna görə müəssisənin aktiv hesabı hesab edilir. Bununla bağlı müxabiləşmələr hansılar ola bilər? Məsələn, standart müxabiləşmələr nələr ola bilər? Tutaq ki, bax, fikir versiniz, burada kassadan verilirsə, təbii ki, kassaya 221 verəcək, bunu 244 verəcək. Bankdan verilirsə, 223 verəcək, 244 verəcək. Gördünüz, artıq
artıq təhdil hesab şəxsdə oldu, həm bankdan, həm də kassadan verilən məbləğ. Fikir versiniz, burada verilən məbləğlərin hamısı 244, 240. Yəni hər dəfə o xərclədiysən, məsələn, gedib pul verilib, gedib o xam mal alır. Deməli, yəni dolayı 244-də vermək o deməkdir ki, bu o deməkdir ki, yəni bir növü müvəqqəti kassası rolunu oynayır təhdil hesab məbləğ. Müvəqqəti bir pul vəsaiti rolunu oynayır bu təhdil hesab şəxs. Burada gördünüz, hər dəfə ödədiksən, xam mal material alsa, buradan 201-ə gedir. Bunu, məsələn, biz fərz edək, kassadan bankdan ödəsəydik, onda olacaqdı, məsəl üçün, 221 ilə, məsələn, 201 nömrə hesab müxavirləşəcəkdi. 223 ilə 201 olacaqdı. Sadəcə onun əvvəlində 244 ilə 201 olur, 244 ilə 205 olur, ticarət mal alanda və yaxud xidmət haqqı ödəyəndə 244-ün yerinə 711 olur. İstehsalat məsrəflərini ödəyəndə 244 ilə 202 nömrəli hesabımız olur. Kommunal haqqı ödəyəndə 721 və 711 nömrəli hesablar ola bilər. Yəni bu cür baş verir əməliyyatda. Və sonra da tutaq onda müəyyən qədər pul qalıb, hamısını xərcləməyib. Bu zaman nə edəcək? Bu zaman o 244-də artıq kredit yazılışı verəcək. Yəni ona kredit yazılışı vermək nə deməkdir? O demək ki, ona kredit yazılışı verəndə o təkrar qayıdacaq 221 nömrəli və 223 nömrəli kassa və ya bank hesabına. Buna baxırda bir nümunəyə baxaq. Tutaq ki, müəssisənin xalis mənfəəti olub 2000 manat. Təhdil hesab şəxsə də kommunal xərc üçün 2000 manat məbləğində pul verilibdir. Yəni kommunal xərc ödəniş üçün. İşçi tərəfinin 1500 manat təyinat üsulü ödənilib aparatdan və ya ödənilibdir. 5 manatda isə müəssisəyə geri qaytarılıb. Niyə 5 manat ödənilmir? Gördüyünüz sırf işçi üzərindən. Yəni bu əməliyyat, təhdil hesab məbləğ əməliyyatı sırf işçi üzərindəndir. Yəni bir borc əməliyyat deyil, avans əməliyyatıdır. Tutaq ki, bunun müxaviləşməsi eyni qaydada belə olacaqdır. Biz 223-dən, 221-dən kredit yazılışı verəcək, təhdil edəcək, 244-də gedəcək, başlayacaq 244-dən hesablanır, yəni verməyə. 244-dən verdiyi, məsələn, 711 5.3-ə, nə? Kommunal xərcə verdi. Qaldı sonra 500 manat ona, 2000 vermişim, 1500 bura xərcləyib, o gətirir 1500 manatın sənədini verir ki, al, mən bunu ödəmişəm. Qalır burada 500 manat, 500 manat. 500 manat qaldığına görə nə olur? 500 manat qaldığına görə də onu da təkrar təhdil hesab məbləğə əks kredit yazılışı vermən təkrar qaytarır 223 və 221 nömrəli hesaba. Bunu da yəni biz T hesab şəklində göstərsək bu cürdür. Yəni bunu da T hesab şəklində onun yazılışı bu cürdür. Tutaq ki, buradan 2000 manatdır məbləğ. İlkəndə xalis mənfəət burada eləyir. Çünki müəssisənin kassa və bank hesabında olan dövr ərzində pulu xalis mənfəətdir. Mənbə xalis mənfəətdir. Ancaq mövcud olan pulun məbləği isə kassa və bank hesabına toplanır. 2000. Biz nə edirik? Artıq buradan 2000-i buradan kredit yazılışı verəndə verir təhdil hesab məbləği. 244 nömrəli hesabı. 244-dən də 1500-ün burada o xərclədiyinə görə gəlir kommunala çıxır. 500-ünü də təkrarən qaytarır kassamıza. Aydındır. Bu demək ki, bizim kassamızda sonda qalır nə qədər? 500 manat. Belə 500 manat. 2000 də ona görə 2000-lə də bu bir-birini bağlayır. Orada da 500 qalır. Məsələn, sonda. Aydındır. Bura kimi ümid edirəm ki, məsələn, burada da 2000 qalır, sonda da yəni, bunlar öz aralığını bir-birini bağlayır. Bizim qısa olaraq bugünkü dərsimiz bununla bağlıdır.